bütün günü qalmaqaldır. Səhərdən axşama kimi televiziya açırsan, o sosial verilişlər var ha, bir-birinə qışqırırlar, bir-birini təhqir eləyirlər, ailə məişət özdə çox iybəcər şəkildə. Bayağı söhbətlər bəli. Məsələn, əvvəllər də var idi sosial verilişlər, amma bu şəkildə olmurdu. İnsanlar, alimlər gəlirdilər. Mənə yadımdadır, Təvəkkül müəllim var idi, müxtəlif gəlirdilər, otururdular və ağsaqqal sözü deyirdilər. İndi ekspertlər tam onlara qoşulur, onlar ona qızışıb, ağlına gələni deyir, bu ona gələnlər deyir. Bir dənə mən yeri gəlmişkən bütün televiziya rəhbərlərinə müraciət eləmişəm ki, bir dənə elmi kütləvi veriliş açaq. 45 dəqiqəlik elmdən danışaq. Həftədə bir dəfə. Həftədə bir dəfə. Yuxu nədir, ulduz nədir, kosmos nədir, coğrafiya nədir, fizika nədir, əyləncəli riyaziyyat. Riyaziyyatda bir sürü nə qədər əyləncəli şeylər var. Bunu eləyək. Hamısının sözü bir söz nə olub? Reyting verməz. Baxış vermir. Baxış vermir. Amma mən sizə bir söz deyim, podkastlar var, bu tipli podkastlar var. Kifayət qədər reyting verir. Kifayət qədər baxış verir. Bəli. Deməli, televiziyalar istəmirlər nəyisə. Yaxud da televiziyaların idarə eləyənlərin elmə marağı azdır.